qurbanlıq əti neçə hissəyə bölünür? Qurbanlıq əti, yəni bir 30 kiloluq heyvanı biz götürsək, onun 1/3-i insanın özünə, 1/3-i qohum əqrabaya və növbəti 1/3-i isə ehtiyacı olan qonşulara və möminlərə bölünür. Bismillahirrahmanirrahim. Salam, dəyərli dostlar, hər vaxtınız xeyir. Qarşıda qurbanlıq günü gəlir və bu bayram münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Allah Teala bütün dünya müsəlmanlarının keçəcəyi qurbanları qəbul etsin. Həqiqətən də qurbanlıq və Ramazan müsəlman aləmində ən böyük bayramlardan hesab olunur. Qurbanlıq qərib sözündəndir, yəni yaxınlaşmaq mənasındadır. İnsanın qurbanlıq vasitəsilə Allaha yaxınlaşmasıdır. Təbii ki, bizim keçəcəyimiz qurbanların içərisində məqsəd budur ki, biz qurban kəsiriksə Allaha yaxınlaşmalıyıq. Yəni, nəfsimizin üzərindən də xət çəkməyi, nəfsimizi kəsməyi də, günahlar qarşısında vəra sahibi, təqva sahibi olmağı da bacarmalıyıq. Həqiqətən də qurbanlıq əti necə paylanır və qurbanlıq ətini necə bölmək lazımdır, o haqda qısa olaraq danışardım. Ümumiyyətlə, qurbanlıq dediyimiz kimi Allah Quran-ı Kərimdə də buyurur ki, qurbanlıq kəsdiyiniz heyvanların nə əti, nə qanı Allaha çatmaz. Allaha çatan yalnız sizin təqvanızdır. Təbii ki, bunlar hər biri simvolik məna daşıyır. İstər qurbanlıq, istər başqa rituallar olsun, hər birinin mənasında insanın Allaha yaxınlaşması dayanır. Əziz dostlar, qurbanlıq dediyimiz kimi necə kəsilir və necə paylanır? Həcdə olanlar üçün, həcc ziyarəti olanlar üçün qurban kəsmək vacibdir. Amma həcdən qeyri yerlərdə olan insanlar üçün isə qurban kəsmək müstəhəbdir. Yəni, bəyənilir, kəsməsi daha yaxşı olar. Amma insan bunu istəsə özünə vacib edə bilərmi, yoxsa yox? Bəli, edə bilər. İnsan bunu özünə vacib edə bilər. Məsələn, nəzir vasitəsilə tam bir nəzir eləyir ki, oğlum sağ-salamat əskərlikdən gəlsin, qurban kəsəcəm. Bu olacaq qurbanlıq vacib. Yəni, insan həmən o müstəhəb qurbanı nəzir vasitəsilə də özünə vacib edə bilər. Bundan da əlavə qurbanlıq əti neçə hissəyə ayrılır? Bu haqda da mən danışardım. Allah İnsan surəsinin 7-ci ayəsində də buyurur ki, Yufuna bin nəzri və yəxafuna yevmən kənə şərruhu müstətira. Onlar şəri və əzabı onlar öz nəzirlərinə vəfa edərlər və şəri və əzabı böyük olan gündən qorxarlar. Əziz dostlar, qurban, məsələn, 30 kiloluq heyvanın 10 kilosu özünə, 10 kilosu qohum əqrabaya, 10 kilosu isə ehtiyacı olan şəxslərə verilir. Təbii ki, insan eləyə bilər ki, qurbanlıq ətinin hamısında ehtiyacı olanlara versin. Yəni, özünə götürməyib, hər birində ehtiyacı olanlara verə bilər. Bəzən belə bir sual da meydana çıxır ki, qapı-qapı paylamaq və yaxud 7 qonşuya, 7 nəfərə vermək məsələsi necə? Belə bir şey yoxdur. Yəni, qapı-qapı paylamaq və yaxud qurbanlıq əti 7 şəxsə verilməlidir deyə bir şey yoxdur. Yəni, insan eləyə bilər, həmən 10 kiloqramı özünə götürdükdən sonra yerdə qalan 20 kiloqramlıq əti 20 nəfərə də versin və yaxud 1 kiloqramı yarı hissəyə bölüb, yəni yarı kilo eləyə, məsələn, 40 nəfərə də verə bilər. Bunun da heç bir qəbahəti yoxdur. Yəni, bölgü insan öz ixtiyarındadır. Onu kilo da paylaya bilər, yarım kilo da paylaya bilər, nə bilim, neçə 100 qram da verə bilər. Hər halda bu bir ehsandır. Allah Teala kəsəcəyiniz qurbanları qəbul etsin.